Az əvvəl şəhid İlqar Bürcəliyevin şəkildə görüntüyə gəldi və indi onun qardaşı Zirənin 15 komandasının məşqçisi Tamirlan Bürcəliyev zəfər turunda Zirə Turan Tovuz maçında topa ilk rəmzi toxunuşu etdi. Startı səslənəcək və səsləndi. 44-cü dəqiqə, saatlar 18:44-ü göstərərkən Zirə Turan Tovuz maçının startı səsləndir tamaşaçılar. Silvanı, Ruarinato topu Jorge Silva təhlükəli yerdə Turan Tovuz ötürmə cərmə meydançasına. Zərbə olacaq mı? Qarşılığı var burada və top qapıdan keçmədi. Mərkəzdən Cinaha ötürmə Kustodio. Yaxşı çıxdı Zirə. Kustodio'dan ötürmə Konati. Qapıya zərbə, qapıcı Baklov. Küncdən zərbə olacaq. Bəsinə yönəldi və budur episodun təkrarı. Bir daha izləyik Baklov. Komandasını qoldan xilas etdi. Başladı. Jorge Silva, amma Ceyhun Nuriyev. Aldı topu ondan Gomis. Kustodio, Ceyhun Nuriyev. Ötürmə irəli. Konati. Konati və yenə Hurtado. Roderick Miller. Birbaşa qapıya zərbə idi bu. Top qapının üstündən keçir. Aha. Olabe Gomis'e qarşı kobudluq etdi. Və buna görə hakim ona da sarı vərəqə göstərir. Qırmızı vərəqə! Konate! Qırmızı vərəqə! Nə baş verdi burada? Hakim vara baxacaq. Yəni, məqsəd burada təbii ki, bəllidir. Bir başla hərəkət var, bir toxunuş varsa. Vara baxandan sonra hakim bildirir ki, qırmızı vərəqə qərarı ləğv edilirmi? Ləğv edilir. Bəli, qırmızı ləğv edilir, amma sarı göstərir hər ikisinə. Qeyrdəyə götürmə alındı. Qayda pozuntusu. Sarı vərəqə Olabe, qırmızı vərəqə Olabeyə. Olabe qırmızı vərəqə aldı. 60-cı dəqiqə. İlk sarını birinci hissənin sonunda almışdı və indi ikinci sarı vərəqəni alır Roberto Olabe. Turan Tovuz azlıqda qalır. Baxırıq bir daha. Ayağını çox yuxarı qaldırdı. Ayron Gomis. Topa başı ilə toxunan məqamda Olabe. Gomis baxır. Gomis'dən bir qədər geri. Guima'ya ötürmə. Papunaşvili topladı. Cinaha oynadı. Qismət Aliyev qapı qarşısında gələn top müdaxilə və top qapının üstündən aşır. Altmışıncı dəqiqədə Roberto Olabe. Qapı qarşısına başla zərbə alınmır. Toxuna bilmədi Ruarinato topu, amma hücum davam edəcək. Geri ötürmə. Qapıya zərbədir bu. Qarşı alındı. Rəhim Sarıqov uzaqlaşdırır. Papunaşvili'dən Gomis'e. Gomis. Martin Junior ötürmə gəldi. Qapı qarşısına başla zərbə Baklov yerində. Yenə Gomis. Kustodio. İndi ötürmədir qapı qarşısına və qapıcı Baklov. Bu zonalarda indiki məqamda bax, top itirmək Zirə üçün təhlükəli ola bilər. Rəqibin hər iki numaralı nöqtəyə nəzərdən ötürmə gəldi. Cərmə meydançası başla zərbə Baklov. Ötürməkdir. 30-77. Meydanı tərk edən 30 nömrəli oyuncu Zirə komandasında Ricardo Martins. Və 90-cı dəqiqədə başladı. Bir qədər sura biləcək ikinci hissə nə qədər əlavə edilir. Hələlik Papunaşvili. Papunaşvili. Çox getdi. Zərbə olacaq. Var zərbə qarşı alındı. Və Baklov topu götürür. İmkan vermədilər Papunaşviliyə zərbə endirməyə. 6-cı uzatma dəqiqəsi yekunlaşır. Və bu da final fitə. Yekunlaşdı. Bitti bu maç.